Salam uşaqlar. Bugün biz trigonometri funksiyaları sıfırdan qayda izahını öyrənəcəyik. Yəni ən sıfırdan başlayaraq ən mürəkkəbə doğru trigonometriya nədir, nəyi öyrənir, bizə nə zaman lazımdır və biz bunu ən asan üsullara necə öyrənə bilərik? Baxacağıq videoya. İlk öncə biz trigonometriyada trigonometri funksiyalar hansılardır onu bilməliyik. Y bərabər sinus x funksiyası, y bərabər kosinus x funksiyası, y bərabər tangens x və y bərabər kotangens x funksiyalarını öyrənəcəyik. Bəs bu sinus, kosinus, tangens, kotangens nə olan şeydir onu öyrənək. Trigonometriyanı biz daha çox vahid radiuslu çevrədə və düzbucaqlı çıxbucaq üzərində öyrənəcəyik uşaqlar. Öncəliklə gələk baxaq görək sinus, kosinus, tangens, kotangens nəyi ifadə edir? Alfa bucaqlı 1, iti bucaqlarından birisi alfa olan düzbucaqlı üçbucağa baxsaq, katetlərimiz A, B, C olarsa, başlayır ki, sinus nə olan şeydir? Sinus alfanı tapırıq. Kosinus alfa, tangens alfa və kotangens alfa. Bunlar niyə bu qədər önəmlidir? Çünki tərs funksiyanı taparkən, yəni aksinuslar, kosinuslar, o zaman biz düzbucaqlı üçbucağın köməyi ilə yenə rahatlıqla tapa biləcəyik uşaqlar. Sinus nə olan şeydir? Alfa bucağının qarşısındakı katet. Qarşısındakı katet hansı katetdir? A kateti. A'nın hipotenuza nisbəti. Yəni bunu biz kör-kör əzbərləmirik də. Alfa bucağının verildiyi yerin aslı olaraq deyəcəyik. Qarşıdakı katetin qarşıdakının hipotenuza nisbəti. Kosinus alfa isə alfa bucağına bitişik olan katet. Bitişiyi hansıdır burada? B katetinin hipotenuza nisbəti. Tangens burada deyək ki, bitişiyin qarşıdakına nisbəti, hipotenuza nisbəti. Tangens bucağı alfanın qarşısındakı katetin alfaya bitişik olanı, yəni A'nın B'yə, buna biz deyək ki, qarşıdakının bitişiyə nisbəti. Kotangesi bunun tam tərsi. Tərsi dedikdə, yəni B böl A bitişik olan katetin hipotenuza nisbətinə bərabər olur uşaqlar. Bunu bizə beta bucağına, məsələn, burada beta bucağına verə bilərdi və deyərdi ki, artıq betaya görə bunu qurun. Artıq beta, sinus beta bizdə B böl C olacaq. Yəni bunu verilmə yerinə diqqət etmək lazımdır. Sonra uşaqlar bizə lazım olacaq pi. Pi'ni biz bilirik ki, çevrədə biz bunu pi'dən istifadə edəndə santimetr ölçüsü olaraq 3,14 santimetr götürürük. Ancaq trigonometriyada pi'nin radian hesabını götürəcəyik. Radian nə olan şeydir uşaqlar? Bax, vahid radiuslu çevrədə, yəni bu radiusumuz R-dirsə, bu alfa mərkəzi bucağımızdır, bu da L göğüsdür. Uşaqlar, L göğüsün uzunluğu radiana bərabər, radiusa bərabər olarsa, radiusa bərabər. Bu zaman alfaya biz radian deyəcəyik. Radianın təxmini qiymətini biz bilirik ki, 1 radian bərabərdir 57 dərəcə 17 dəqiqəyə. Təxmini qiymət, bunu da yuvarlaq olaraq elə 57 dərəcə olaraq götürürük. Misal üçün 1 radian 57 dərəcədirsə, təxmini götürək, təqribi bərabərdir. 2 radian desə artıq neyəcəm? Bunu 114 götürəcək. Təqribi qiymətlərlə. Sonra uşaqlar biz artıq başlayırıq bucaqların radian ölçülərini hesablamağa. Misal üçün bunu tənasübdən də tapa bilərik, yerinə qoymaqdan da gedə bilərik. 30 dərəcəni biz ifadə etməliyik radianla. Bilmirəm nədir, x qoyuram. Amma bilirəm ki, pi isə 180 dərəcədir. Bu hamımıza məlumdur. Pi nədir? 180 dərəcə. Onda yazacağım 180 dərəcəni ilə ifadə edirik? Pi ilə ifadə edirik. Tənasüb qaydasından istifadə edərək çarpaz vuraram. Yəni x'i tapmaq üçün 30'u pi'yə vurub 180'ə bölürəm. İxtisarlar gedir 6 dəfə. Oldu pi bölünsün 6. Eyni qayda ilə 60 dərəcəni tapa bilərəm. 60 dərəcəni tapanda artıq 60'ı pi'yə vurub 180'ə bölürəm. Bu da biri pi böl 3. Bu bizə nə zaman lazımdır? Dərəcə ilə verib radianla soruşan zaman. Tam əksi də ola bilər. Misal üçün deyə bilər 3 pi böl 2'ni dərəcə ilə ifadə et. Bilirəm ki, pi 180 dərəcədir. 3'ü vuracam 180'ə, böləcəm 2'yə. 90 qalır 270 dərəcə. Uşaqlar, sonra baxaq biz koordinat sistemində vahid radiuslu çevrəni çəkək və burada rublərdə qiymətlərə baxaq.
Rüblər uşaqlar saat oxunun əksi istiqamətinə gedir. Əqrəbin əksinə gedir. 3-cü rüb və 4-cü rüb. Birinci rübdə uşaqlar hansı aralıqda qiymətlər? Birinci rübdə dərəcəmiz, bax bu 0 deməkdir. 0 ilə 90 arası. İkinci rübdə 90 ilə artıq ikinci rübdə 90 ilə 180 arası. Üçüncü rübdə 180-270 arası. Gördüyümüz kimi bunlar 90-90 artır. Və dördüncü rübdə nə olur? 270 və 360 da deyə bilərik. Buna 0 da deyə bilərik. Fərq etmir. Bu şəkildə yaza bilərik. Sonra bizə belə bir sual gəlir. Deyir ki 572 neçənci rübün bucağıdır? Neçənci rübün bucağıdır? Baxıram ki 570 360-dan belə böyükdür. Ona görə deyirəm ki bu tam dövrü, yəni 361 tam çevir harda tamam oldu 360-da. 572-dən çıxıram 360-ı. O da qalır 212. Baxaq görə 212 burada hansı aralığa daxildir? 3-cü rübə. Deməli 3-cü rübün bucağı olur. Yəni biz qalığı götürürük də belə deyim çıxandan sonra. Sonra uşaqlar daha böyük ədədlərdə bölərək tapa bilərik. Misal üçün 800-ə baxaq. 800-ü neçənci rübün bucağıdır? Deyirəm gəl 800-ü bölək 360-a. Hətta 360-ın dövrünü çıxa da bilərəm. 360, 720-ni çıxa bilərəm. Geri qalır nə? Neçə dəfə düşür? Qalır 2 dəfə. Qalığımız olur 80. 80 hansı rübün bucağıdır? 80 baxaq ki 0.96 arasında olduğuna görə birinci rübün bucağı düşür. Aydın oldu. Aha, indi isə baxaq uşaqlar trigonometri funksiyaları biz təriflərini dedik, nə olduğunu bildik və biz bilməliyik nəyi? Qiymətlər cədvəlini. Qiymətlər cədvəlini hər kəsə vermişdim, çıxardıb. Yenə də belə rahat tapılma üsulunu deyəcəm sizə. Nə idi? Sinusun qiymətləri kosinus, tangens və kotangens. Elə bir təkcə sinusu öyrənsək, geri qalanlarını çıxarda bilirik. Təkcə sinus əzbərləməyimiz kifayətdir ki, biz digərlərini tapa bilək. 0, 30, 45 dərəcə. Bunların radianlarını da yazmaq lazımdır ki, verəndə çaşmayaq. Bunu belə dərəcə 0, 30, 45, 60 dərəcə, 90, 180, 270 və 360. Uşaqlar, baxın belə deyək. Vahid radiusu burada çəkirəm. Vahid radiusu çevirəm daha doğrusu burada çəkək. Kosinus biz bilirik ki, kosinus x oxuna uyğun gəlir. Sinus y oxuna uyğun gəlir. Yəni belə deyərəm ki, kosinus mesela burada 1 alırsa, deməli sinus burada 0 alacaq. Tam tərsini alır. İndi sinus 0-da. Burada sinus nə alır? 0 alır. 2-də 1, kök altında 2-də 2 bölü 2, kökdə 3 bölünsün 2. Artıq 90 dərəcədə y nə alır? 1, 0, aşağıda mənfi 1, 0. Kosinus isə bax belə deyirik. Sinus 0 olan yəni 1 olur. 60-da aldığını 30-da alır. Yəni bu cədvəl tərsdən düzələcək sanki. Burada artıq kosinus 0-da 1 alacaq. 30 dərəcədə 60-da nə almışdıq? 10 alır. Kökdə 3 böl 2. Burada eyni şey alır. Burada 2-də 1 olur, 0 olur, mənfi 1 olur, 0 olur, 1 olur. Tangens uşaqlar, tangens sinusun kosinusa nisbəti oldu. 0-ı 1-ə bölürəm, 0. Burada qalır 1 böl kökdə 3. Bunu kökdə 3 böl 3 kimi də yaza bilərik. Çünki bəzi cədvəllərdə belə göstərir, digər halda isə irrasionaldan azad edir. Burada 1 verir böləndə kökdə 3 qalır. 1-i 0-a bölə bilmirik uşaqlar, təyin olunmayıb. 0-ı 1-ə böləndə 0, yenə təyin olunmayıb 0. Kotangensdə bunun tərsidir elə bil ki, 0-ın tərsi təyin olunmayıb. Burada qalır kökdə 3, burada 1, burada kökdə 3 böl 3. Təyin olunmayıbsa 1 yazıram, 0-sa təyin olunmayıb 1 və 0. Təyin olunmayıbın tərsinə 0, burada da təyin olunmayıb deyirik. Bu bizim oldu cədvəlimiz. Bu cədvəl mütləq şəkildə əzbərlənməlidir ki, yenə deyirəm, təkcə sinus əzbərləməyimiz burada kifayətdir. Sonra gələr əsas eyniliklərimizə. Əsas eyniliklərimiz hansılardır? Əsas eyniliklər.
Qaydası eyniliklər uşaqlar bir eyniliyi ən məşhur, ən lazım olan sinus kvadratı alfa üstəgəl kosinus kvadratı alfa bərabər 1-ə. Birinci qruplar demişəm, bunun isbatını öyrənməliyik. İkincisində deməli uşaqlar tangens alfa bərabərdir. Tangens alfa sinusun kosinusa nisbətidir. Kotangens alfa kosinusun sinusa nisbəti. Dördüncüdə 1 üstəgəl tangens kvadratı alfa. Tangensin məxrəci nədir? Kosinus. Olur 1 bölünsün kosinus kvadratı alfa. 1 üstəgəlinsin kotangens kvadratı alfa isə 1 bölü sinus kvadratı eləyir. Tangens kotangensin tərsinə olduğuna görə qarşılıqlı tərs ədədlərin hasili bizə 1 verməlidir. Buna görə də tangens alfa vur kotangens alfa bərabər 1-i götürə bilərik uşaqlar. Aha, bundan sonra nə qaldı bizə? Rüblərdə dərəcələrimiz qaldı. Rüblərə baxaq və rüblərdə sinus x funksiyası üçün çəkək. Kosinus x funksiyası. Sonra bu da tangensdən kotangens üçün olsun. Çəkdim. Sinus x funksiyası, kosinus x funksiyası, tangens x və kotangens x və ya alfa deyə bilərik. Buna fərq etmir uşaqlar. Sinus dediyi nəyə uyğun gəlir? Sinus y-ə uyğun gəlir. Kosinus x-ə uyğun gəlir. Deməli, sinus y-dirsə, y harda müsbət alır? Y yuxarı yarım müstəvidə müsbət qiymətli. Burada müsbət, aşağılarda mənfi olur. Kosinus funksiyası x uyğun gəlir. Kosinus sağda müsbət, solda mənfidir. Tangenslə kotangensi sinusların kosinus olan nisbəti və ya tərsinə kosinusun sinus olan nisbətidirsə, belə deyirik. Birinci rübdə baxaq, birinci rübdə müsbəti müsbətə bölürəm, müsbət, mənfi, müsbət, mənfi. Bunu da yada saxlamaq rahatdır ki, uşaqlar 1-3-də müsbət, 2-4-də mənfi qiymətlər alır. Sonra gəlirəm çevirmə düsturlarına. Çevirmə düsturları nədir? Biz yuxarıda cədvəl qiymətləri var. Məsələn, 30, 90, 60, 180 və s. Amma elə qiymətlər var ki, bu cədvəldə yoxdur. Bizə tələb olunur ki, tapasan. Yəni, nəyi tapıram? Məsələn, sinus 120-ni. Bunu çevirmə düsturlarının köməyindən yaza bilərik. Çevirmə düsturlarında qayda nədir uşaqlar? Çevirmə düsturları. Diqqətlə qulaq asırıq. Yəni, bunu bilsək, çox rahatlıqla hamısını çevirə biləcəyik. Artıq rüblərdə dərəcələri, qiymətləri bilirəm, işarələri bilirəm. Və əsas öyrənirik ki, 90 və qayda kimi yadda saxlayırıq. 270. Yəni, pi bölü 2 və 3 pi bölü 2. Alfa bucağını bunun üstünə gələndə və ya çıxanda ad dəyişir. Ad dəyişir. 180, 360-da üstünə gəlsə və ya çıxsa, ad dəyişməyəcək. Bu nədir? Cədvəldə əslində görürsünüz ki, belə bir ifadə formasına verilir. Misal, kosinus 120-ni axtarıram uşaqlar. Biz burada balaca çəkək. Kosinus 120 ikinci rübün bucağıdır. Kosinus burada mənfi qiymətlər. Mənfini yazıram. Mənfini hərəkətə yadda saxlayaq, mənfi olacağını burada. Baxın, deyirəm ki, kosinusun 90-dakı qiymətini bilirəm. Kosinusun 30-dakı qiymətini bilirəm. 120-ni almaq üçünsə mən 90-ın üstünə gəlməliyəm. Neçəni? 30-u. Dedik ki, 90-ın üstünə gələndə və ya 90-da çıxanda ad dəyişir. Nəyə dəyişir? Sinusa dəyişir. Olur sinus. 90-ı burada atırsan, qalır 30. İşarəyə baxıram. Kosinus 120 neçənci rüb idi? İkinci rüb. 2-də kosinus nə idi? Mənfi. Olur mənfi sinus 30, yəni mənfi 2-də 1. Başqa bir nümunəyə baxaq. Misal, kosinus, bu dəfə sinus yazaq. Sinus 150. Deyirəm, bu dəfə 90-dan getməyəcəm, 180-dən gedəcəm. Yəni 150-ni almaq üçün sinus 180-dən neçə çıxa bilərəm? 30 çıxa bilərəm. Qaydamıza baxaq, 180-də və ya 360-da ad dəyişmir. Ad olduğu kimi qalır. Yəni sinusdursa sinus olacaq. Burada 180 tullayıram, 30 yazıram. Bəs bunun dərəcəsi haradır? Neçənci rübdür? Baxaq, 150 ikinci rübdür. İkinci rübdə isə sinus müsbətdir. Bu da sinus 30 olaraq qalır. Yəni bizə verir 2-də 1. Bu da bizim çevirmə düsturlarımız oldu uşaqlar. Yəqin ki, hər kəsə aydındır. İkinci hissədə isə biz öyrənəcəyik sinus, kosinus, tangens, kotangens funksiyalarını və bizim bir neçə dənə düsturumuz var. Cəm düsturu, iki qat düsturu və dərəcə salma düsturlarımız.